İndi deyək cərimə atışı deyil. Həzz edeyim. Baxın, mən buradayam. Və yaxud xəttin üstündəyəm. Və yaxud buradayam. Buradayam. Daxilidir də hər bir yeri, düzdür. Buradan atdım, buradan atdım, buradan atdım. Neçə xaldır? Bir xal. Bir xal. Daxili bir xaldır. Vəssalam. İndi gəlib deyirəm ki, bu topu buradan atdım. Xarici 40-ı, yəni 40-ın xarici 2 xal. Aydındır yoldaşlar. Və yaxud buradan atdım. Neçə xaldır? 2 xaldır. Buradan atdım. 2 xaldır. Buradan atsam 1 xaldır. Bu da belə. İndi yenə də gəlirik ona. 1 manatımı almışdı, 1 manatımı qaytarmalıydı, nə bilim, 2 manatımı almışdı. Yadınızdadır. Aysan. Bu da həmin şeydir. Eyni şeydir. Qaydası eynidir, düsturu eynidir. Baxın. Nərmin xanım buradadır. Nərmin xanım top atılacaq. O atan yerdə top getdi, düşdü səbətə. Mən də tullanan yerdə blok qurmada səhv elədim, faal blokda. Aha. Nərmin xanımın topu səbətin içinə düşüb. Avtomatik neçə xalı var? İstənilən halda. Burada da eyni şeydir. Daxili, xarici fərqi yoxdur. Necə basıb yolda demişdik. Top səbətə düşdüsə xal bir zərbə atışır. 3 dənə xal verir də. 3 nəfər deyil. Hə. Deyəcəm. Aha. Top səbətə düşdüsə özünüzü yormusunuz. Bir zərbə atışdır. Aha. Ne deyirəm ki, bir xal, yəni bundan neçə xal verildi? Bir xal. Plusda cəzasız qalsın, onu mənim elədiyim. Bir zərbə atış. Gəlirik ikinci məsələyə. Bunu danışın, sonra basketbolda faulları keçəcəm ha. Aha. Sonra gəlirik nəyə indi? İndi top səbətə tutaq ki, Nərmin xanım atdı, top səbətə düşmədi. Amma mən onu təmas elədim. Neçə xallıq haqqını əlindən aldım. Deməli, neçə zəlim atışadır? Bir zəlim atışadır. Bax, Səidə xanım, neçə xallıq haqqını əlindən alıb? 1 manatını alıb da, 1 manata qaytadır. Bunda fərqi yoxdur. Daxilindən düşsə də, düşməsə də bir zəlim atışıdır. Bir dənə moment var, deyəcəm nədir? Bu belə, sual var. Xeyr. Gəlir indi xaricinə. Xaricindən Nərmin xanım atdı, düşdü içinə. Hardan atıb o qədər xalım verirdi, 2 xal. Plus, cəzasız qalmasın da bir zəlim atış. İndi deyirəm, düşmədi. 2 zəlim atış. 2 manatını aldı, 2 manatını hakim qaytardı. Bu da belə. İndi burada bir əmmalar var. Bir balaca əmma var. Nədir o, onu da deyəcəm. Zəlim atışı bir xalda daxili, bir xalda görsən xarici 2 xal. Ümumiyyətlə, 3-3 basketbolda gəlirik ona. Bir komandanın foul limiti 6-dır. 6 dənə foul edərsə limiti dolur. Ortalama hesabla adama 2 hesablayıblar da. 6 dənə elədimsə limiti dolur. Deyə universitetə 6 dəfə girməyə bilərik basketbolda. 7-ci aldıq nədir? Kəsildik. 7-cini aldıq. Bizə nə verirlər? Buradan yazın. Buradan yazın. Yox. 2 zəlim atış. 300-də çoxdur. 300-də çoxdur. Çünki bu balaca meydansa daxı. Çox hərəkətdədirlər. Odur, budur, tez-tez olur. Burada foul. Bu da oyunu, mən YouTube'da baxıram, basketbol baxıram, daha çox sevirəm basketbol. Buna baxıram, sıxılırım. Çünki foul tez-tez olur. Aha, 2 zəlim atış. 2 zəlim atış. Nə olanda? 7-ci olanda 7-ci oldu. Sonra biz kişilər birinci elədik. Oldu 8. Yenə nə olacaq? 2 zəlim atışı. Biz kişilər 9-cunu elədik. Nə olacaq? 2 zəlim atışı. Bir dəqiqə. 2 zəlim atışı. 7, 8, 9-da 2 zəlim atışıdır. 10-cu və daha artıq qayda pozuntusunda kişilər 10-cunu elədik. 2 zəlim atışı plus topa yiyələnmə. Aydındır. Kişilər 11-ci elədi. 10 dəqiqədə üzü biz 11-ci eləmişik. Nə oldu?
2 cərimə atışı plus topa yiyələm. 10 və ondan o tərəfə. 9-dan o tərəfə. 9-dan 10, 11, 12. Qadınlar 6-nı elədi. Nə oldu? 6 eləyib. 6 limiti doldurdu. Limiti doldurdu. Qadınlar 7-ni elədi. Biz kişilər tak 2 cərimə atışı. 8-ci elədi qadınlar. 9-cu elədi qadınlar. 10-cu elədi. Bəli, məsələn 2 cərimə atışı, o sonuncu cərimə atışı düşsə də, düşməsə də top 10-su biz kişilərdir. Vəssalam.